Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağa Palma Marketə yaxın bir ərazidə 4 sot torpaq sahəsinin üzərində yerdən 4-5 daş kürsü 120 kvadrat bir zal 3 yataq bir mətbəxdən ibarət həyət evimiz çıxacaqsa. Allah hər kəsin malına mülkünə bərəkət versin inşallah. Məşdağa Marketin şirkəti olaraq xidmətinizdə ilk öncə ön hissəsini sizlərə təqdim edək, sonra evin içərisini sizlərə təqdim edək. Bax, evin arxasındakı var, sol tərəfin keçidi var. Evin içərisində solda Alcaq Kafkası. Görürüz ki, belə bir şəkəsi var. Kim istəsə, yəni alandan sonra tamamlayıb artıra da bilər, ərgəzdirə də bilər. Və gəlin qabağa zəhmət olmasa, balaca bir sanzeli var, onun giriş hissəsini də göstərəcək sizlərə. Gəlin qabağa bu hissəsini də göstərək. Baba, bu hissəsini də göstərin zəhmət olmasa, bax. Fikir verin, sırf yaşıllıq yer. Bir dənə ondan öncə giriş hissəsini göstərək zəhmət olmasa, giriş hissəsini sizlərə göstəririk. Və bax, buradan, belə deyək də, ağacların, iki ağacın orada ortasından, bax, belə deyək, hasar gedir, yəni hasarlanacaq. Və evin, gəlin keçək evin arxa hissəsini göstərək izləyicilərimiz. Hər birinə görə yaxşıdır, həm bağ alanlar üçün əladır. İçərisində fikir verin, evin arxa hissəsində göstərir. Onu da nəzərinizə çatdıraq ki, tam əşyalı satılır, tam əşyalı satılır. Sadəcə elektronika çıxacaq. Qiymət 83.000 manatdır. Real ev sahibi tərəfindən endirim olunacaq. Bir daha giriş hissəsini göstərək izləyicilərimizə, zəhmət olmasa. Həyətdə sanzeli var. Bizatkasını mən bir daha ekranə. Və keçirik içərinə. Onda nəzərdə hər giriş gördüyümüz yəni koridor hissəsi hizmətlənmişdir. Zalı göstərək sizlərə. Belə bir keçid var, və keçirik zal hissəsini göstərək. İstilik midir? Belə bir fikir verdiyimiz kimi gözəl zal. Qeyd etdiyimiz əşyalı elektronika çıxacaq. Kanallar var. Gəlin buradakı otaqlarına zəhmət olmasa. Və zalımızı bir də eynən təkrarən göstərək. Buradan göstərək. Yəni nə görürsə əşyalar hamısı qalır. Böyük bir zalı var. Gəlin qabağa bu otaqları da göstərək. Buradakı otağımızda təqdim edəcək. Buradakı otağımızı təqdim edək. Və keçid edək, mətbəx hissəsini göstərək. Burada da belə bir gözəl mətbəx hissəsi var. Mətbəx hissəsini təqdim edək, zəhmət olmasa. Və keçək sanzeli hissəsini təqdim edək. Sanzeli belə deyək. Böyle bir sanzeli nəzərinizə şəxsi tikilidir, yəni tək daşdır, boşa daşdır. İzləyicilərimiz Məşdağa Market yaxınlıqdadır. 4 sot sahəsində şəxsi tikilidir. Yerdən 4 daş kürsülü, həyətdə bisetkası, sənəd bələdiyyədir. Əşyalar tam olaraq çıxacaq. Təşkil manatlı olarsa ev sahibi tərəfindən endirim olunacaq. Təmiz izlədiyiniz üçün Məşdağa Marketin əməkdaşları sizlərə